Həsən bəy Zərdabi demişdir ki, yaxşı kitab çox qiymətli bir xəzinədir. Sizcə biz nə üçün oxumalıyıq? Kitabları nə üçün oxumaq lazımdır? Ray Bradbury'nin də yaxşı bir sözü var. Deyir ki, kitabı oxumamaq onu yandırmaqdan daha pisdir. Yəni mütləq şəkildə kitab oxunmalıdır. Məsələ burasındadır ki, kitab bizim dünyamızı dəyişibdir. Təqribən 600 il bundan əvvəl müasir kitab kəşf olunub. Gutenbergin avadanlığı sayəsində biz müasir kitabı əldə eləmişik və ondan da sonra ilk kitab Gutenbergin Bibliyası olub və ondan sonra dünya dəyişməyə başlayıb. Məsələ, Həsən bəy Zərdabi də həmin xəttin davamıdır. O maarifçilik xəttinin öyrənmək, bilmək, dərk etmək özünü, öz bədənini, öz düşüncəni, öz varlığını bu yer üzündə tapmaq, kainatda tapmaq və bir yerdə oturtmaq. Yəni bu mənada kitabın həddindən artıq çox böyük rolu var.